Salam əziz dəyərli izləyicilər. Bugün sizə Əqrəb bürcünü təqdim edirəm əzizlərim. Bax əziz Əqrəb. Bu həftə çox gizli qalmış həqiqətlərin açılması, daxili gücünüz yenidən doğulduğu bir həftədir. Yəni siz Əqrəb bürcü özlüyünüzdə dəyişimin, yenilənmənin, dərinliyin bir simvolusunuz. Amma bu həftə bu enerji daha da güclənəcək. Sanki həyat sizi bir qədər geri çəkir. Ətrafınızda və özünüzə daha dərindən baxırsınız. Bəzi hadisələr iki baxışda sadə görünə bilər, amma onların arxasında böyük mənalar gizlənir əzizim. Deyərdim ki, bu həftə də bir şeyi unutmayın ki, hər hiss etdiyiniz enerji sizi bir mesaj verir. Yəni ki, siz əqrəblər üçün emosional, psixoloji baxımından çox güclü bir həftə görsənir. Siz adətən hisslərinizi gizlədən bürclərdənsiniz. Amma bu həftə bəzi hisslər o qədər güclü olacaq ki, onları görməməzlikdən gəlmək mümkün olmayacaq. Bəzən elə için doludur ki, yəni o qədər içində bəzi məsələləri götür qoy eləyirsən ki, bəzən tək qalmaq istəyirsən, hər şeydən uzaqlaşmaq istəyirsən. Uzaqlaşıb tək qalıb özünü orada tapmaq istəyirsən əzizim. Bax, daxili yenilənmənin başlanğıcı ola biləcək. Özünüzlə üz-üzə qalacaqsınız. Özünüzə belə bəzi suallar ola biləcək. O sualları verirsiniz, o cavabları da istəyirsiniz. Yəni, həqiqətən məni saxlayan nədir? Nəyi dəyişmək istəyirəm bu həyatda? Yəni, bunlar hamısı sizin güclənməyiniz üçün irəliyə gəlir. Ailə mövzusunda dərin emosiyalara biraz müşahidə oluna bilər. Ailə daxilində uzun müddətli gizli qalan bir məsələ üzə çıxa bilər. Sizi bəzi məsələlər təəccübləndirə bilər. Amma eyni zamanda bir çox şeyi aydınlaşdırılacaq sizin həyatınızda. Bax, siz Əqrəb bir ailə üzvlərinin biri ilə biraz daha da açıq, daha da səmimi danışmaq istəyəcəksiniz. Yəni o hiss gələcək sizə. Bu söhbətlər emosional olsa da münasibətləri biraz təmizləyə biləcək. Bəzən həqiqətlər ağır olur. Amma onlar insanı, inanın ki, bəzi həqiqətlər insanı azad edir. Bu həftədə siz aktiv olacaqsınız. Uzun müddət unudulmuş bir insan və ya bir hadisə yenidən həyatınıza daxil ola bilər. Bağlanmamış enerjilər tamamlanmamış üçün bir şansdır siz üçün, bir təsadüflər. Əgər siz əqrəblər bu həftə keçmişlə barışmaq və daxili rahatlıq tapmaq istəyirsinizsə, düşüncələrinizi məntiqlə düşünün. Yəni biraz boşa verməyin düşüncələrinizi. Dostluqda sadiqsiniz, dərinliyi sevirsiniz. Bəzi dostların həqiqi mahiyyəti üzə çıxacaq sizlər üçün. Hətta qohumların sizə qarşı necə olduğu üzə çıxa biləcək. Dostunuzun davranışı sizi düşündürə biləcək. Artıq siz kimlərin həqiqətən sizin yanınızda olduğunuzu daha aydın görəcəksiniz. Düzdür, bəzi şeyləri görüb həyatda məyus ola bilərsiniz. Amma daha da biraz güclənəcəksiniz. Bu məyusluq sizi biraz da gücləndirəcək. Sizə sadiq olan dostluğun və ya sizə yaxın olan, sevdiyin birilərinin dəstəyini hiss edəcəksiniz. Yeni bir tanışlıqlar mümkündür. Bu tanışlıqlar adi olmayacaq. Bəzi insanlar sizə izah edə bilmədiyiniz bir hissi yarada biləcək. Sanki onları əvvəldən tanımış kimi olacaqsınız. Amma köhnə sizi tanıyan, sizi köhnə, yəni keçmişdə sevən və ya keçmişdə sizin arxanızca gözü qalan insanla anidən təsadüf rastlaşa bilərsiniz. 3 nəfər bax ortada bir işlə məşğulsunuz, danışırsınız, amma 2 nəfərlə əlaqəli biraz diqqətli olun. Elə bir bu insanın biri şeytanla yatır, şeytanla durur. Bəlkə də onu biləcəksiniz. Bir şeyi qazanmaqla rahatlıq tapacaqsınız. Bu rahatlıq da sizə gözəlliklər gətirəcək. Ciddi, düzdür, bəzilərinizin ciddi zərərləri olub.
Artıq o qədər hər şeydən çəkinirsiniz ki, məsəl var ya, suyu üfləyə-üfləyə içirəm. Orta yaşlı biriləri sizin hər işinizi müdaxilə edə bilər. Birilərin yalanlarını hiss edəcəksiniz. Çox əziyyətli günlər keçirdiniz. Həyatınızdan təcrübələr alaraq dərs aldınız. Bir şeylərin də öhdəsindən gələcəksiniz. Birilərinin ağzını bağlayırsınız. Özü də sənə bir sir deyiblər və ya sirri saxlamağı bacarırsan. Öz sirri saxlamırsan, amma başqasının sirrini saxlayırsan içində. Nə yaşayırsansa içində yaşadın əzizim. Adında C hərfi, F hərfi birilərinə qarşı baxaraq onun bəzi məsələlərin çözməsini istəyirsən. Yəni deyirsən, məni istəyən mənə yaxın gəlsin. Biriləri peşman olaraq çox düşünür sizin haqqında. Çox dalğınsınız. Dalğın olanda da bəzi şeylərə diqqətini verə bilmirsiniz. Bir fədakarlıq edəcəksiniz. Ailə üçün və ya işlə əlaqəli gözlədiyin bəzi məsələlər yəni biraz gecikə bilər. Fədakarlıq edirsiniz, yenə də 1000 dəfə özünə söz verirsən ki, fədakarlıq etməyəcəm, baxıram kimlərə edəcəm, amma yenə də fədakarlıq edəcəksiniz, çünki bəziləriniz yox deməyi bacarmırsınız. İstədiyim kimi getmir deyən biriləri var. Ağlında biriləri var, düşünürsən, amma arzuladığın birisi duyğuları da sizə qarşı var, sevgisi də sizə qarşı var. Yəni yaşananlardan dolayı çox düşünürsünüz. Biraz soyuqlaşma olmuş aranızda. Amma duyğuları güclüdür sizə qarşı. Hətta sizə qarşı həyəcanı da var içində. Çarəsizlik var bəzən sizdə. Düzdür, hər kəs öz hekayəsinə görə qulaq asır bu bürcə əzizim. Çarəsizliyim var, ailədən biriləri xəstədirsə xəstəxana yolu ola bilər. Kaşkilər, peşmançılıqlar var içinizdə geriyə baxarkən. Kaş bunu etməzdim, kaş yenidən keçmiş qaydardı, mən bilərdim necə addım atardım. Qarşı tərəf nə zaman yanlışlıq edərsə, o dəqiqədə yaxalanır. Elə bir ki, hər bir gizli bir şeylər sizin qarşınıza çıxır. O da sizin ürəyinizin təmizliyindən də əzizim. Duyğuların bitdiyi yerdəsən elə bir. Amma duyğuların bitdiyi yerdən yenidən davam edirsən yaşamağı. Məcburən bəzi şeyləri keçirsən, dözürsən. İçində saxladığın bəzi şeylər var əzizim. Saxlayırsan, dözürsən. Ağzından qaçırtdığın bir söz ola bilər. Ya işləyirsənsə işlədiyin yerdən məmnun deyilsən, ya işdən çıxmısansa köhnə iş yerindən xəbər ola bilər sizə. Biraz zaman var, gözləyin, bayramdan sonra, ya martdan sonra, mart ayından sonra, aprel aylarında bir xəbər gözlənilir əzizim. Gözəl şeylər önünə gələ biləcək, beyninə bir düşüncələr var, bir işinə əlaqəli, başarmaq istədiklərin var, sürpriz, anidən sürprizlər olacaq, gözəl gəlişmələr sizin üçün olacaq, gözlədiyinə dəyəcək. Birilərin gerçək yüzünü gördün, amma birilərin görsən də onun gerçək yüzünü geri dönməsini istəyirsən. Biraz xoşbaxt deyilmiş kimisən, ruh halındasan. Birilərlə küsürsüz barışırsınız. Ayaq üstə bir söhbətlər gedəcək, amma bu siz üçün yetərli gəlməyəcək, ya qarşı tərəf üçün yetərli gəlməyəcək. Ailədən ötəri xoşbaxt olmaq istəyirsən. Bir-birinə sarılmış vəziyyətdə öz hisslərinizi, sözlərinizi danışacaqsınız. Güclü bir hisslərinlə bir şeyləri anlayacaqsan. Gücün çox, yəni güclüsən. Çox yorğunsan, yorulub çox üzülürsən bəzən. Amma çalış, aç gözünü, insanlardan yoruldun. Maddi, mənəvi zirvəyə çıxacaqsan. Keyfli zamanlar keçirəcəksən. Buna zaman lazımdır əzizim. Enerji uyğunluğu qarşı tərəfdən ola biləcək. Diqqətli olun, hər güclü enerji müsbət olmaya bilər. İntuisiyanız bu həftə sizin ən güclü qoruyucunuz ola biləcək. Sevgi sahəsində bu həftə dərin bir enerji çıxır. Əgər münasibətiniz varsa, sevgiliniz varsa, partnyorun varsa, bu həftə münasibətinizdə yeni bir mərhələ başlaya bilər. Ya da çox güclənəcəksən əzizim, ya da bəzi həqiqətlər üzə çıxa biləcək. Əgər subaysansa bu həftə bir insan həyatınıza gələrək o sizə həyatınıza güclü bir təsir edə bilər. Bu tanışlıq da təsadüfi olmayacaq. Taleyin bir oyunu kimi hiss edə bilərsiniz ona görə, çünki güvəniniz qalmayıb, inamınız qalmayıb bəzilərinə. Yeni planlar qurmağa başlayacaqsan. Amma yeni planlar quracaqsan qurmağın, amma dərhal həyata keçirmək üçün uyğun həftə deyil. Biraz səbirliyin. Çox analizlər eləyəcəksiniz.
Maddi baxımdan gözlənilməz xərcləriniz çıxa biləcək. Sağlığınızla əlaqəli, yəni biraz xərcləriniz çıxa bilər. Sağlığınıza fikir verin. Hərdən sağlığınızı ehmal edirsiniz. Hamının sağlığı üçün, hamının işi üçün qaçırsınız. Görürsünüz, bax göz bax partladıram. Bax görürsünüz ki, nətər içiniz də doludur, gözlər də var. Bax partladıram əzizim. Gözlər də var sizə qarşı, nəfis də var sizə qarşı. Biraz diqqətli olun, bir itki ola bilər. Nevizsə hardasa qoya bilərsiniz, itirə bilərsiniz. Biraz diqqətli olun. Biraz zehniniz dağınıqdır əzizim. Mistik enerjilər yüksək səviyyədədir. Yuxularınıza biraz fikir verin. Yuxularınızda bax bir 15-20 gün içində açıq bir mesajlı bir yuxu görə bilərsiniz. Qəribə təsadüflər yaşaya bilərsiniz. Düşündüyünüz insan sizə yazaraq ya bir mövzu haqqında düşünürsünüz, bəlkə də onunla bağlı bir işarə görə bilərsiniz. Fərqli yerlərə təkrar getmək istəyirsiniz, fərqli yerlərə. Amma ruh halınız, enerjiniz aktivliyini göstərir sizdə fincanda əzizim. Bu həftə bəzi insanlara məsafə çox önəmlidir siz üçün. Sizə qarşı gizli niyyətdə olan insanlar da var. Bəzi insanlar açıq şəkildə özünü göstərmir sizə. Hisslərinizə güvənin. Planlarınızı çalışın, heç kimə paylaşmayın, heç kimlə bölüşməyin əzizim. Bəzi əqrəblər həyatın mənası haqqında daha dərindən düşünəcək. Düşüncələr sizi dəyişdirə biləcək. Bəzən insan yenidən doğulmaq üçün əvvəlcə köhnə versiyanı buraxmalıdır əzizim. Ona görə, məhz ona görə keçmişi keçmişdə qoyun əzizim. Köhnə iş yoldaşlarından bir xəbər ola bilər sizə. Keçmişlə üzləşməkdən qorxmayın, tələsmədən qərar verin. Yəni tələsmədən qərar verməyin. Elə bir ki, həyat siz üçün, kainat siz üçün yol açır, bir sir açır elə bir. Amma bu sirri yalnız diqqətli olanlar görə bilər. Bəzən bir baxış, bəzən bir yuxu, bəzən isə sadəcə bir hiss. Bunlar da təsadüf olmayacaq. Bunlar sizin ruhunuzun sizə göndərdiyi siqnallardır. Bu həftə biraz diqqətli olun. Yəni köhnə həyatınızı geridə qoyaraq yeni bir mərhələyə keçid olacaq sizin həyatınızda əzizim. Ailə içində biriləri hər işinizə qarışa bilər, hər sözünüzü biraz sıxılırsınız elə bir, sıxıntılarınız var biraz. Amma o sıxıntılarınızı heç kimə bildirmək istəmirsiniz. Qarşı tərəfə biraz soyuqqanlılıq var, biraz aranızda inciklik, məsafələr ola bilər. Bunlar hamısı keçicidir əzizim. Çünki biri-birinizə olan bir sevgini heç kim ayıra bilməz əzizim. Bəzi dedikodular bax bağlanıb, artıq sizə qarşı danışanlar bilirsiniz, hamısını yəni qulaq ardına vurursunuz, artıq eşitmək istəmirsiniz. Övladınızla əlaqəli qürur duyacaqsınız, övladınızla əlaqəli sevinciniz ola biləcək. Övladınızın qarşısında olan, bəlkə də dostudur, yoldaşıdır, ona qarşı olan qısqanclıqlar var, onun sözünü tez-tez danışanlar var, övladınız tez-tez nəzərlənir, bunu axır vaxtlar hiss edirsiniz. Bəzi qohumların yəni sizə qarşı necə olduğunu da artıq hiss edirsiniz. Çalış əziz əqrəb, xeyir deməyi bacar. Çox mərhəmətlisən, həddən artıq bəziləriniz aiddir ki, çox mərhəmətlisiniz. Özünüzü çox vaxt düşünmürsünüz. Qarşı tərəfi, ailəyə o qədər bağlısınız, ailəni düşünürsünüz. Uşaq, ailə, anam, atam, bacım, qardaşım, nə bilim, o bu yaxşı olsun. Həyat yoldaşının tərəfindən bəzi yəni xəbərlər eşidə bilərsən, ya ailə içindən qaynanadır, qaynatadır, onun haqqının sağlamlığı haqqında bəzi məlumatlar ala biləcəksiniz, yəni eşidəcəksiniz. Bir açardır, evinizi dəyişmək istəyirsiniz, ya köçmək istəyirsiniz. Biraz zaman var. Bəziləriniz 2 ilin içində istədiyiniz bir geniş bir evə köçəcəksiniz, istədiyinizi əldə edəcəksiniz. 6 ayın içində gözəl bir xəbərlər, gözəl gəlişmələr eşidirsiniz. Aprel-may ayında yeni bir işə yəni addım ata bilərsiniz, CV vermisiniz və ya iş haqqında xəbər gözləyirsinizsə, o xəbər gələcək, gecikir, amma gələcək. Köhnə iş yoldaşının haqqında bəzi xəbərlər də eşidəcəksiniz əzizim. Diqqətinizə görə var olun, sağ olun, çalışın əziz əqrəblər, özünüzə dəyər verin, özünüzü çox sevin, güvənin özünüzə. Çünki sizi izləyənlər çoxdur, dedikodu edənlər çoxdur, sizinlə maraqlananlar çoxdur. O qədər mərhəmətlisiniz, o qədər ürəyiniz safdır ki, gözəl insansınız. Onlar da bəzi insanlar sizdən istifadə edə bilər. Xeyir deməyi də bacarın. Diqqətinizə görə var olun, sağ olun.